Hər kəsi salamlayıram və ümid edirəm ki, çox yaxşısınız. Biz bugün dekabra baxacağıq. Dekabrın möcüzələrinə baxacağıq. Dekabrın sürpriz hadisələrinə baxacağıq. Dekabrda gözlənilməz nələr olacaq, buna baxacağıq. Və bununla birlikdə qeyd eləmək istəyirəm ki, özəl baxımlar xüsusilə hal-hazırda dekabr ayında çox ciddi bir endirim var və eyni zamanda 2026-cı il necə keçəcək ay-ay proqnozlar, sizə özəl proqnoz istəyirsinizsə, o zaman sizin vaxtınız var indi dekabrın 20-sinə qədər qeydiyyatdan keçməyə. Dekabrın 20-sinə qədər gələn ilin illik enerji oxuması qeydiyyatı açıq olacaq. Yəni siz gələn il üçün də hansı ayda, hansı hadisələrə xüsusilə diqqətli olmalısınız, bunu da öyrənə bilərsiniz. Birinci dəstəmizi qoyuram bura. İkinci dəstə budur və üçüncü dəstəmiz də budur. Niyyət etməyinizə ehtiyac yoxdur. Dekabrın möcüzəsi deyin, özü sizə hiss elətdirəcək ki, dekabrda nələr olacaq. Və bütün oxatanların doğum gününü də buradan təbrik edirəm, çünki indi oxatan zamanına gəlmişik. Birinci dəstə, ikinci dəstə və üçüncü dəstə. Siz seçim eləyin, mən də özüm üçün seçim eləyim və başlayaq. Belə, başlayaq. Digər dəstələri qoyuram. Birinci dəstədən başlayıram. Özünüzə niyyət edin. Adınızı çəkin, ana adınızı deyin, yaşınızı deyin. Ən doğru mesajları almaq adına niyyət edirəm deyin. Və mən də bugün bu videoya baxan hər kəsi niyyət edirəm. Yəni burada çox gözəl bir necə deyim, mən bu videonu çəkəndə izləmirsiniz. Siz bir neçə saat sonra, bəzən bir neçə gün sonra izləyirsiniz. Amma buna baxmayaraq mən sizi burada hiss edə bilirəm ki, kimlər izləyəcək və artıq biz sizinlə bir ruh ailəsi olmuşuq. Bəli, çünki bir-birimizi davamlı hiss eləyirik. Baxaq, birinci dəstə hər birinizi kimlər ki niyyət eləyir, kimlər ki baxır, kimlər ki bu dəstədən enerji istəyir özünə, hamınızı niyyət edirəm, hamınıza niyyət edirəm. Dekabr ayında nələr olacaq? Dekabr ayına niyyət edirəm. Gözünüzün qarşısında qəşəng-qəşəng qarışdırıram enerjilərini. Dekabr ayında nələr olacaq? Başlayaq. Dekabr ayında belə başlayacaqsınız. Arındım da gəldim, təmizləndim, yeniləndim. Bir joker kartı. Joker nədir? Hər zaman sıfırıncıdır. Yəni sıfırdan başlayandır. Yeni təcrübə istəyir, yenilənmə istəyir. Bəlkə bir xəstəlik keçirdiniz, bəlkə bir işdən ayrıldınız, bəlkə bir münasibəti sonlandırdınız, amma yenilənmək enerjisi ilə başlayacaqsınız. Sanki mənim də haqqım var yenidən doğulmağa, yenidən hər şey sıfırdan yaşamağa, hər şeyi hiss eləməyə, bu dəfə fərqli, bu dəfə daha təcrübəsiz olduğu mövzularda belə risklər almağa ehtiyacım var deyəcəksiniz. Və inamlı, qələbəyə inamlı, özünə inamlı şəkildə irəliləyəcəksiniz. İlk öncə onu deyim ki, dekabr ayında əgər sizin fikrinizdə varsa ki, hansısa bir ölkəyə getmək, heç vaxt görmədiyim bir yerə getmək, gedə bilərsiniz. Eyni zamanda ola bilər ki, siz heç vaxt fikirləşmədiyiniz, düşünmədiyiniz və sizin gələcəyinizlə bağlı sizi parladacaq, xüsusilə karyerada, özgüvəndə, özünə inamla bağlı məsələlərdə, təhsil həyatında sizi irəliyə çəkəcək addımlar atacaqsınız. Yeni bir ticarətə başlaya bilər kimsə və yaxud da yeni bir xarici ölkə ilə bağlı hər hansı bir işbirliyinə başlaya bilər və yaxud da çıxıb gedib hər hansı bir ölkədən müəyyən bir istirahətə gedə bilər və yaxud da nəsə bir özü ilə bağlı və ilk dəfə eləyəcəyi, amma böyük planlar var burada. Və burada deyir ki, çox Qılıç kralı bizə nə deyir? Əsas hər şey zehinsel qərarlar, ağıllı, duyğusallıqdan kənar, daha çox praktiki və daha çox sizin, mən burada daha çox hiss elədiyim şey karyeraya odaqlı olmağınızdır, işlə bağlı olmağınızdır. İşdə deyil, burada iş dediyim şey də pulla bağlı tərəfi deyil təkcə. Özümü sübut eləməklə bağlıdır. Yəni mən özümü sübut eləyəcəm. Ola bilər yeni iş şöbə dəyişdirə bilər kimsə, ola bilər kimsə yeni bir iş yerinə, vəzifəyə gedə bilər. Yəni özümü sübut eləyəcəyim, yüksələcəyim və mənim üçün yeni olan bir yola başlayıram. Bunu deyə bilərsiniz. Əgər xanımsızsa yanınızda burada sizi istiqamətləndirəcək bir bəy olacaq. Yox, əgər bəysinizsə bu ay hər kəs sizi belə tanıyacaq.
necə də heç bilmək olmur nə düşünür. Çünki Joker də bir hava enerjisidir, Kılıç Kralı da bir hava enerjisidir. İnsanlar sizi belə çözə bilməyəcəklər və deyəcəklər ki, "Vav, bu necə dəyişkən bir insandır. Heç bu gün başqadır, sabah heç bilmək olmur nə edir. Çox ağıllıdır, çox məntiqlidir. Çox belə türklər bir söz var, kurnazdır." Və burada əgər xanımlar təksinizsə, həyatıma biri gəlsin deyirsinizsə, o zaman həyatınızda olan, sizdən ölkəcə, şəhərcə uzaqda olan əkiz, dolça, tərəzi, yüksələndə də qoç, şir, ox atan və ya əksi, qoç, şir, ox atan, yüksələni dolça olan bir insan, yəni hava və alov enerjilərindən daha çox ibarət olan bir insan həyatınıza gələ bilər və bu insan sizə belə bir enerji verəcək. Dediyim kimi dəyişkəndir, ağıllıdır, çox planlar qurur, bilmək olmur nə fikirləşir. Belə bir yeni insanla tanış olacaqsınız, yenilənəcəksiniz. Yəni ümumiyyətlə hər cürə növdə deyirəm. Çünki bu nədir? Özəl açılım deyil. Özəl açılım kimi qəbul etməyin bunu. Kupa ası, kupa ikilisi, wow. Subaylar evlənir, evlilər ana olmağa hazırlaşır, sevgililər barışır. Yəni kupa ası həyatınızın təklifi, xoşbəxtlik nə deməkdir? Xoşbəxt necə bir insanla olunur? Sizin üçün xoşbəxtlik kimin təklifindən sonra gəlir? Bir təklif, qarşılıqlı danışmaq, anlaşmaq, evliliyə, toya hazırlaşmaq, evlisinizsə ana olmağa hazırlaşmaq, anasızsa daha çox özünüzü dəyərli hesab eləmək, imperatriçə kimi hesab eləmək, bolluq və bərəkətli bir zamana keçid eləyirsiniz. Burada hamısı sevgidən də, burada hamısı qarşılıqlı anlaşma, bir-birinə başa düşmə, görüşmək, görüşərək, yəni tanış olduğunuz, ondan sonra şans verdiyiniz, əgər təbii ki, bu demək deyil ki, bütün hər kəsə siz şans verməlisiniz, yox, sadəcə dekabr ayında ciddi münasibətlərə daha tez gedəcəyinizi görürəm mən. Ümumiyyətlə münasibətlərdə romantika və sevgi, qarşılıqlı anlaşma daha çox ön plandadır. Daha sonra dekabr ayında nələr olacaq? Dekabr ayında baxın, burada güc, məhkəmə öz daxili gücünüzlə hesablaşıb və onu görəcəksiniz. Ola bilər ki, ilham, belə enerji gələcəksə, fikirlər gələcək. Ola bilər ki, kiməsə gözləmədiyi bir xəbərlər, yeni xəbərlər gələcək ümumiyyətlə. Bu ay özünüzlə üzləşəcəksiniz. Məhkəmə nə deməkdir? Məhkəmə ilə bağlı qərarlar, əgər məhkəməsi olan varsa, burada elə bir xəbər gələcək ki, siz özünüzdən çox razı olacaqsınız ki, baxın, mən bacardım. Çünki burada daxili iç səsinin yüksəlməsi, potensialı hiss eləmək, özü ilə üzləşmək, öz daxili gücünü çıxardıb, öz belə deyək, daxilində olan gizlətdiyi, heç kəsin bilmədiyi o gücü ortaya qoymaq var və eyni zamanda gizli olanların və bilinməli olanların açığa çıxması var, bilinməsi var. Gəlin bunu biraz daha açaq. Ola bilər ki, birdən xəbər gələcək ki, siz harasa getməli olacaqsınız. Ola bilər elə bir xəbər gələcək ki, maşın almaq istəyənlər var idi, maşın almağa belə qərarını verəcəklər. Baxın, spiritual tərəfiniz, yuxularınız daha çin çıxmağa başlayacaq, daha dərin olacaqsınız bu ay. Yəni necə boş bir özgüvən deyil də bu. Kainatla daha çox əlaqədə, Allah sanki sizin daha yaxın olacaq. Sizə məlumatlar, bu dəfə ruhsal məlumatlar alacaqsınız. Dərinləşəcəksiniz, hər şeyin səbəbini, nəticəsini öyrənəcəksiniz. İnsanları çox yaxşı anlayacaqsınız. Bir psixoloq kimi hər kəslə çox dərin başa düşəcəksiniz. Onların sizə demək istədiyini eyni zamanda özünüzü başa düşəcəksiniz dərindən və bunları başa düşdükcə həyatınızda bir takım qərarlar da verəcəksiniz və bir takım vazkeçişləriniz də olacaq. Hətta belə bir şey, mən bundan vaz keçsəm, əlimdən bir şeylər gedə bilər, ayrılsam, yəni məsələn bu işdən çıxa bilərəm, amma əlimdən bir şey gedər və yaxud da nəsə bir şey ki, siz onunla üzləşəndə siz onu artıq həyatınızdan çıxartmalısınız. İnsan ola bilər, iş ola bilər, amma deyir ki, siz bunu gözə alacaqsınız və tam elə ardından sizə yeni, o əlinizdən gedənin yeni versiyası gələcək. Yəni ola bilər ki, siz deyirsiniz ki, bu iş mənlik deyil, gedirsiniz və təzə iş gəlir. Ola bilər deyirsiniz ki, bu mənlik insan deyil. Yəni bir şəkildə əlinizdən buraxdığınız, vaz keçdiyiniz, üzləşdiyiniz, artıq itirməyi qəbul elədiyiniz hər şeyin yenisi sizin həyatınıza gələcək.
Uzaqda olanınız varsa ondan xəbər alacaqsınız. Uzaq məsafədə yaşayanınız varsa, görmək istədiyiniz varsa, siz ondan xəbər alacaqsınız. Daha sonra dekabr ayında nələr olacaq? Dekabr ayında ümumiyyətlə deyərdim ki, Kupa Prensi və Tılsım Para Şövalyesi. Burada ən çox nələrdən gəlir? Kupa Prensi kimdir? Yəni, yeni 20'li yaşlarda bir insandır. Para Şövalyesi isə üzərinə gəldi. Yəni, bu cavan olan insanın fikri daha da ciddiləşir. Yəni, biz Kupa Prensinin təklifində burada bir bəyənmə görürük, xoşlanma görürük. Amma Para Şövalyesinin təklifində artıq bir ciddiyyət görürük. Yəni, başlayacağınız, sadəcə xoşlantı ilə başlayacağınız hər şey ciddiyyətə çevriləcək. Sadəcə elə belə işləyim də, xoşuma gəlir bu işlədiyiniz şey sizə pul gətirməyə başlayacaq. Yəni, xırda bir bəyənmə, xırda bir empatiya, xırda bir, məsələn, evdə adi bir iş görürsünüz, xırda bir şey toxudunuz, məsəl üçün. Bu sizə qalıcı pul gətirməyə başlaya bilər. Yəni, ilkində gözləmədiyiniz, elə belə baxdığınız, çox da ciddi, böyük bir addım atmadığınız bir məsələdən sizə gələcək maddiyyatla bağlı qalıcı şeylər. Para kraliçəsi var burada, işlə, həyatı ilə bağlıdır, maddiyyatla bağlıdır. Maddi olaraq əlindəkini tutma, özünü sübut eləmək, aziz kartı, dəyərlərə önəm vermək, dəyərlər müəyyənləşdirmək, nə işləməliyəm, nə etməliyəm, özünün dəyərlərini yenidən ortaya qoymaq və daha çox Tanrı, daha çox öz daxili, özünün gücü ilə nələr edə biləcəyinin fərqinə varmaq və iş həyatında öz işini qurmaq ola bilər, iş həyatında daha yüksəyə qalxmaq olar, bir müəllim pozisiyasına keçmək olar. Bəlkə də bunu izləyən bir müəllim də ola bilər. İş həyatınızda müəllimlər üçün daha yüksək bir hörmət, daha yüksək bir təqdir və daha yüksək bir əmək haqqı gözlənilir. Burada yəni göstərilən odur ki, siz özünüzdən və öz maddiyatınızdan çox razısınız. Aziz kartı da deyir ki, öyrədən tərəf olmaq, bir şeylərdə öyrənən tərəf olmaq, dərinləşmək, daha çox artıq belə deyək, hər şeyin ən dərin mənalarına enmək bu ay sizi gözləyir. Burada bizim bir kupa beşlimiz var. Kupa beşlimiz və burada deyir ki, bəzi məsələlər var idi ki, sənin bu ay və keçən ay yaşadığın artıq bəzi şeylərdən ümidini üzdüyün insanlar və durumlar oldu. Yəni artıq başa düşdün ki, özündə belə bir qərar verdin ki, bundan heç nə olmaz, düzəlməz dediyin durumlar oldu. Halbuki burada ümidlər var idi. Burada hələ də yoxlanmamış şanslar var idi, gedilməyən yollar vardı. Amma sən artıq belə bir qərar verdin ki, yox, artıq heç nə alınmaz və bu sənə çox böyük bir kədər, itki, gözyaşı gətirdi. Və bu ayda sən həmin məsələ ilə bağlı düşünə bilərsən və özünü üzə bilərsən biraz da ki, mən daha fərqli bir şey istəmişdim, artıq mənim ümidim qalmadı. Amma burada baxın, iki kart birdən gəldi. Burada nə gəldi? Yıldız kartı. Yıldız kartı bir şəfalanma, təmizlənmə və arınma kartıdır. Yıldız kartı arzuların reallaşmasıdır və bizim buraxmağımızdır. Yəni keçmişi buraxmağımız, hal-hazırda bizi yoran duyğuları və insanları buraxmağımızdır. Burada bir kılıç, burada da bir kupa kraliçası var. Yəni burada təmizlənirsiniz duyğusal olaraq özünüzlə. Kupalar nədir? Duyğusal, sezgisel, enerji olaraq daha yumuşaq qadın enerjisidir. İçinizdə bir tərəfinizdə bir kupa kraliçası var, yanınızda isə bir kılıç kraliçası, yəni daha soyuqqanlı, daha ağıllı qərarlar verməyinizə sizə kömək edən insanlar olacaq. Və bu ay ərzində siz nə qədər qəlbiniz belə mərhəmətlə, sevgi ilə dolu da olsa, yenə də sizin şərtləriniz yumşalmayacaq. Yəni insanlara, işə, kimə şərtlər qoymuşsa, onlar yumşalmayacaq. Mənim şərtlərim budur, mən bunu istəyirəm, mənim konkret istəklərim budur və mən bu istəklərimdən vaz keçmirəm deyəcəksiniz və çox net şəkildə istəklərinizi bildirəcəksiniz və deyəcəksiniz ki, okey, mənim bir qəlbim var, o çox yumuşaqdır, o sevgi doludur, o yenə də sevə bilər, o əsl dişil enerjidir, o qadındır, o ana ola bilər, o qayğıya qala bilər, amma mən onu saxlamışam burada, onu öldürmürəm, yəni onu məhv eləmirəm və həmin o dişil tərəfimlə çox gözəl barış içərisindəyəm.
Amma mən barış içərisində olmağıma baxmayaraq mənim şərtlərim heç vaxt dəyişməyəcək. Mənim o tələblərim dəyişməyəcək. Başqa dekabr ayında sizi nə gözləyir? Aha. Dekabr ayında bir məsələniz var burada sizin. Hansı ki bu məsələ sürüncəmədə olan bir məsələdir. Labirintdir. Baxın, heç nə olmur. Eyni şey təkrarlanır və həyatınızda artıq bir qərar verməlisiniz və bir yön belirləməlisiniz. Çünki artıq zaman yetişir. Burada var bir rahatlıq, burada var bir ertələmə, burada var bir sonraya saxlama və burada var bir belə baxarıq, eləyərik bir şeyləri, amma etməyib eyni şeyləri təkrar yaşamaq, nə vaz keçmək, nə davam eləmək. Yəni belə bir məsələniz varsa əgər sizin, bu məsələ artıq bir dəfəlik həyatınızdan çıxacaq. Çünki kule kartı bu məsələ ilə bağlı həyatınızda böyük bir yıxım, böyük bir silkələnmə gətirəcək. Məsələn deyirəm, tutaq ki, həyatınızda bir insan var və bu insanla sizin aranızda bəzi üçüncü şəxslər var və yaxud da hər hansı bir problemli bir situasiyanız var və yaxud da bir işiniz var, bu işinizdə də problemli bir situasiya var, amma həll olunur. Elə bir şey baş verəcək ki, məcbur olacaqsınız artıq qərar verməyə və yolunuzu dəyişməyə. Yəni artıq bu toplarda necə deyirlər, birini buraxmaq məcburiyyətiniz. Amma bu toplar yenə sizinlədir burada. Nəyə görə? Çünki siz itirməkdən qorxursunuz. Və bu bitiş sizə belə bir hiss gətirəcək. Nələrsə itirirəm. Əvvəllər düzdür, mənim üçün hər şey darıxdırıcı idi, monoton idi bu məsələ ilə bağlı, heç nə dəyişmirdi. Amma ən azından bir sabit idi, stabil idi. Hə, onu da idarə edirdim. Amma indi hər şey əlimdən gedir kimi hiss edirəm və qorxudan bilmirəm onu necə saxlayım. Belə hiss eləyəcəksiniz. Burada araya gələn ədalət kartı deyir ki, sistem tərəfindən belirlənmiş hər kəs özünə aid olanı alır və karmasını ödəyir və yoluna baxır. Yəni ədalət kartı deyir ki, bütün hər şey hesablanıb, hər şey öncədən kainat tərəfindən artıq sanki bir tarazlığı qoruması üçün hər şey tərəzinin gözlərinə qoyulub və burada məsələ odur ki, tamam ya da davam deyəcəyin bir məsələdir bu. Artıq bu məsələdə sən bu məsələni uzada bilməzsən. Yəni bu məsələdən təzədən bu yerə qayıda bilməzsən. Bu dağıntı oldu. Ya buraxacaqsan, ya da buraxacaqsan. Ya vaz keçəcəksən, ya da vaz keçəcəksən. Başqa bir yolu yoxdur deyəcəyiniz bir durum olacaq. Və xüsusilə də bu ay ərzində sizin həyatınızda baxın, yalanlar, aldadılmalar, ikili oyunlar, özünüzü inandırıb özünüzü aldatdığınız durumlar həyatınızda Türklər demiş yenə də çatlaq verəcək. Yəni özünüzü aldadırsınız, özünüzü hər bir insanın içərisində onu aldadan bir manipulyator var ki, ona haqq verir və sakitləşdirir. Bu yalancı tərəfini, sizi aldadan insanlar və sizin öz tərəfləriniz hamısı birdən-birə belə artıq həyatınızda bundan artıq getməyəcək. Yəni bu aya qədər yaşadığınız nəsə yalan situasiya, özünüzü aldatdığınız situasiyalar, sizi aldadan situasiya bu aydan o tərəfə getməyəcək. Çünki artıq bu ay hər şey dağıdacaq burada deyir və zaman-zaman deyir sizin itirmə qorxusuyla, əlinizdəkiləri itirməkdən qorxuyla ora mı gedim, belə fərqli, lazım olmayacaq bəzən risklər almağınız da ola bilər, dəyişkən tavırlarınız ola bilər və yaxud da əgər belə bir durumu yaşadan bir bəydirsə, bu bəyin belə bir enerjisini görə bilərsiniz ki, bu adam sizə aldadırdı, yalan danışırdı, həyatınızda artıq bir yerdə bu böyük bir sarsıntı yaradacaq və hiss eləyəcəksiniz ki, bu insan qısqancılıqla sizə acı sözlər deməyə başlayır. Siz onu sanki həyatınızda artıq bir yerə qoymaq istəyəndə o başlayır aqressivləşməyə və kobudlaşmağa. Amma burada deyir ki, ədalət yenə də gəlir. Hər şey necə olmalıdırsa o formada olacaq. Günəş kartı da var. Deyir ki, sən bu situasiyanı çıxacaqsan və buradan parlayaraq çıxacaqsan. Bu durumu həll eləyəcəksən, çıxacaqsan. Çünki artıq kainat da bu durumun uzanmağına icazə vermir. Daha sonra
Bax, hak etdiyin bir şeyler var, ala bilmirsən deyir. Almağına da həm bir tərəfdən almayacağına çox narahatsan, bir tərəfdən də heç almağa da özünə layiq bilmirsən. Haqqın olan şeylər hamısı haqq sahiblərində qalıb deyir. Və burada sən çox zehinsel olaraq özünü yorursan və nəyin doğru, nəyin yanlış olduğuna qərar vermirsən, hansı yolun sənin üçün doğru olduğuna qərar verə bilmirsən. Və burada deyir, sən əslində hal-hazırda işləyənlər üçün deyim ki, əgər haqqınızı almaq bir pul məbləği ilə bağlıdırsa, maddi olaraq əlinizə pul gələcək. Çıxarlarınız çoxalıbsa, gəlirləriniz də qismən başlayacaq gəlməyə. Əgər yəni bilirsiniz necə hiss eləyəcəksiniz, amma həyatınızda sizi incidən insanı bundan da çox eləyə bilərdin, amma az eləyir yəni bunu mənə. Mən hiss eləyirəm ki, bu mənim dəyərimin ölçüsü deyil kimi hiss eləyəcəksiniz. Buna baxmayaraq, bəlkə gözlədiyiniz bir mesaj, bir zəng, bir adamın mesajı, hansı ki bu adam necə bir adamdır, nə istədiyini bilmir, bir gün belə davranır, qorxaqdır və s. Bu insan sizə addım atacaq. Amma bu insanın sizə addım atmağı nəyi həll eləyəcək? Burası təəccüblüdür. Daha doğrusu burası sual işarəsi altındadır. Nəyə görə? Burada biraz zehinsel də sizin yorulduğunuzu da görürəm. Baxın əzizlərim, nə görürəmsə, onu bilirsiniz ki, hər zaman olduğu kimi deyirəm sizə. Burada bir zihinsel, fiziksel yorğunluq var. Yəni sanki artıq özünüzü çarəsizəm və əlim qolum bağlıdır hiss etdiyiniz durumlar var və bunu da deyərək sanki həm də yüklər yığırsınız. Yəni bir əlim qolum bağlıdır, mən buradan bir yol tapım da, özümə yol çizim, gedim demək əvəzinə əlim qolum bağlıdır, biraz da mən yüklüyün enerjisindəsiniz və çox bir qəribə bir şəkildə getdikcə də bu durum sizi daha da aşağıya çəkir və sizin zehinsel olaraq da, fiziksel olaraq da, enerjisel olaraq da yorulmağınıza səbəb olur. Yəni başqasına aid olan enerjilər sizin üzərinizdə çoxdur. Və ümumiyyətlə deyərdim ki, qorxularınız bu ay daha çox gün üzünə çıxacaq. Şuuraltı qorxularınız, travmalarınız, narahat sizin ruhunuzu yoran hər şey bu ay daha çox üzəlir. Çünki bu ay daha çox fikirləşəcəksiniz, bu ay daha çox qorxularınız bax belə hər tərəfdən fışqıracaq da, daxilinizdə hər insan qorxular, itirmə qorxusu, yalnızlıq qorxusu, bunlar sizə əziyyət verəcək. Niyə? Çünki bu ay şəfalanma ayınızdır. Və bu ay artıq aydınlanmalısınız. Ona görə aydınlanasınız deyə artıq tək qalmağı, özünüzü tanımağı, özünüzü başa düşmək öyrənəsiniz deyə kainat sanki sizi sıxışdıracaq. Buradan necə çıxacaqsınız? Buradan özgüvənli bir şəkildə çıxa biləcəksinizmi? Çıxacaqsınız. Buradan özünə dəyər verən bir insan olaraq çıxacaqsınız. Buradan yeni bir işə başlayaraq, yeni bir şeylər eləyərək, yeni bir layihələr, yeni fikirlər, yeni münasibətlər, özünüzə güvənilir şəkildə çıxacaqsınız və kainat sizə həqiqətən də bu dediyim situasiyalardan xilas olmaq üçün yol göstərəcək. Ya elə bir insan gələcək, sizi bu qaranlıqdan çıxardacaq, ya elə bir dost gələcək, ya elə bir situasiya yaranacaq ki, səni o qaranlıqdan çıxartmaq üçün kainat sənə bir yol göstərəcək. Amma bu yolu istifadə eləmək yenə də səndən asılıdır. Yəni bu yolu istifadə eləmək sənin öz iradəndən asılıdır ki, sən bu yoldan yenə qalacaqsan şeytanın vəsvəsələri ilə, yəni onun sənə ötürdüyü negativ duyğularla. Baxın, kupa edilisi, fikirlərim qarışıqdır, nə istədiyimi bilmirəm və burada dəyənək dokuzusu, qorxuram, başıma nələr gələcəyinə heç güvəndə deyiləm, çox təşvişliyəm, çox narahatam. Bu duyğularda qalmaq və burada da eyni zamanda baxın, yüklərim çoxdur, daşıya bilmirəm, gücüm çatmır, yorğunam və qılınc səkizlisinin əlim qolum bağlıdır, çarə tapa bilmirəm, yol tapa bilmirəm, yorulmuşam enerjisində mi qalacaqsınız? Yoxsa büyücünün mən hər şeyi bacardım və yeniləndim enerjisinə mi keçəcəksiniz? Buna qərar verəcəksiniz. Çünki dəyənək ası deyir ki, kainat sənə bu fürsətləri yaradacaq bu fürsətləri. Artıq sən maksimum bu ay təmizlənməlisən. Yəni 2026-ya ya sən ruhsal və fiziksel enerjisən təmizlənmiş halda girəcəksən, bəlkə xəstəliklərin daha çox nüfuz eləyəcək və artacaq. Xroniki məsələn bir ağrınız, bəlkə borcunuz, yəni nədirsə hər şey artacaq ki, artıq məni orada saxlama. Artıq məni orada o iylənir yara. İylətmə o məni orada. Məni bir çıxart və at. Bax belə bir şeyə sizi məcbur eləyəcək
dekabr ayı. Gəlirəm ikinci dəstəyə. Bu arada qeyd edim ki, yenə də qeyd edirəm 2026 üçün özəl baxım istəyirsinizsə, ay sizi nələr gözləyir. Dekabrın 20-sinə qədər qeydiyyatdan keçməyiniz mütləqdir. Eyni zamanda özəl açılım hər ay üçün mümkündür, amma 2026 üçün açılımlar öncədən qeydiyyat olunmalıdır. Tarot bir fal deyil, tarot enerji oxumasıdır. Tarot bir gələcək oxuması, talih oxuması deyil, tarot bir enerjinin gələcəyə necə yansıması, tarot dəyişdirilə bilən enerjidir və tarot sadəcə və sadəcə enerji terapiyasıdır. Bunu belə qəbul edin. Gəlirəm ikinci dəstəyə. İkinci dəstəni seçənlər zəhmət olmasa öz adınızı deyin, öz ana adınızı deyin. Niyyət edirəm ikinci dəstəyə. İkinci dəstəni seçən hər kəsə dekabr ayı necə keçəcək? İkinci dəstəni seçən hər kəs dekabr ayı necə keçəcək? Dekabr ayı necə keçəcək? Dekabr ayında dekabr ayının ilk giriş ayında ya hər hansı bir görünüşünüzdə, ya işinizdə olan yaxşı mənada bir dəyişiklik səbəbindən gözlər sizin üzərinizdə olacaq deyə bilərəm. Yəni dekabr ayına girəndə belə olacaq. Filan kəs filan şey dedi. Ay filan kəs belə elədi. Yəni hər kəs sanki bir yerlərdən sizə xəbər gətirir. Sanki baxın hərə bir şeylər sizə deyəcək. Çünki çox mərkəzdə olacaqsınız və çox diqqət çəkəcəksiniz. Burada da bir imperatriça var. Yəni dişil enerjiniz, qadın enerjiniz çox gözləri qamaşdıracaq və burada deyir ki, maddiyatla bağlı yaxşı ola bilər, bu çoxdan da pul yığırsınız, indi eviniz üçün nəsə eləyəcəksiniz, evinizə nəsə alacaqsınız, evinizdə nəsə yeniləyəcəksiniz, işlə məşğul olacaqsınız, maddiyatla məşğul olacaqsınız, pulunuzu yığacaqsınız, həmin pula nələrsə eləyəcəksiniz. Ümumiyyətlə tuspentlər, pulla bağlı olan məsələləriniz artıq həll olmağa başlayacaq. Hiss eləyəcəksiniz ki, deyəsən pulla bağlı olan məsələni yoluna qoymağı bacarmışam, maddi olaraq yoluna qoymağı bacarmışam. Sadəcə burada deyir, hər zaman sizi qısqanan biriləri var. Sizə baxan, sizin xoşbəxtliyinizi izləyən biriləri var. Və xüsusilə də sanki baxın burada görürsünüz, qadın azadlıq istəyir, amma ona sözünü deməyə icazə vermirlər və onun səsini kəsməyə çalışırlar, onun haqlarını əlindən alırlar. Haqlarınızı əlinizdən almağa çalışan, sizi susturmağa çalışan, bax bu vəziyyətə düşdü, sənə kənardan baxım demək istəyən insanlar var ki, sənin belə bir çətin vəziyyətin olsun da biz də bunu izləyək deyən insanların da olacağını hiss eləyəcəksiniz. Daha sonra dekabr ayında nələr olacaq? Burada deyir ki, maddiyatla bağlı, ümumiyyətlə pulla və evlə bağlı ya bu ay özünüzlə bağlı nəyisə dəyişdirəcəksiniz, günəş və dəyənək. Baxın, özünüzə qulluq eləmək, özünüzə yeni bir ev almaq və yaxud da evinizə yeni bir şeylər eləmək və yaxud da özünüzə qulluq, evinizə işçi götürə bilərsiniz, məsələn, yeni bir işçi də götürə bilərsiniz. Yəni, özümə baxmaq istəyirəm, parlamaq istəyirəm, istirahət eləmək istəyirəm, rahatlamaq istəyirəm. Belə bir enerji olacaq sizin dekabr ayı boyu və eyni zamanda yolculuqlar, maşın yolculuqları, maşınla bağlı gediləcək yerlər olacaq sizdə. Amma baxın, yenə də burada sizi qısqanan biriləri var. Münasibətləriniz göz önündə olacaq. Belə bir imaj sərgiləyəcəksiniz həyatınızdakı. Bax, mənim getdiyim yol. Baxın, burada görürsünüz, oğlan minib qatara və həmin bu qatarla gedir öz arzularına doğru. Və bu gedən yolda mən çox düzgün qərarlar verirəm deyəcəksiniz və çox böyük bir nəzər olacaq sizin üstünüzdə. Və bu nəzər, sanki bu nəzər sizin biraz aqressivləşdirə bilər, bəzən maddiyatla bağlı sizi sıxıntıya sala bilər. Sanki belə hiss edə bilərsiniz ki, həyat yoldaşınızın yanındakı partnerinizin biraz aqressivləşir sanki. Yəni, göz nəzəri çox çəkəcəksiniz də. Yəni, bu ay göz nəzəri, ümumiyyətlə diqqət sizin üzərinizdə çox olacaq əzizlərim. Yəni, belə.
Görək dekabr ayında başqa nələr gözlənilir. İstəyirəm belə baxaq. Aha. Burada deyir ki, kimlərsə işləyir, kim ki hal-hazırda işləyir, ola bilər ki, iş həyatında çox gözəl bir qərar versin haqqında evdə bunun qeyd etməsi. İş yoldaşlarınızdan kimsə evlənə bilər, siz toya gedə bilərsiniz və yaxud da kimsə öz iş yoldaşından, kollektivindən, dostundan evlilik təklif ala bilər. Çünki burada bir evlilik təklifi var əzizlərim. Bir toy, bayram abu-havası var. Aha. Troyka meçi və başlayan. Deməli, qəlbinizin qırıldığı bir mövzu var. Baxın, əlində açarlarla içəri girə bilmir. Düzəldə bilmir, oraya sahib ola bilmir, o istədiyinə çata bilmir. Əlində açarları var, amma hərəkət edə bilmir. Bu dəfə yandıracaqsınız həmin yeri. Yəni, bir şey sahib ola bilmirəmsə, məhv olsun enerjisində və həmin məsələ sizin həyatınızda artıq mücadilə elədiyiniz mövzu və üzüldüyünüz mövzunu siz necə eləyəcəksiniz? Artıq mübarizə aparmaq yerinə, ağlamaq, əlim çatmır deyə ağlamaq yerinə bitişinə ağlayaram deyəcəksiniz. Bax, belə bir cümlə. Yəni, bugünə qədər alınmadığına ağlayırdım, indi bitişinə ağlayacağım. Yəni, son bitdi artıq. Bunu həyatımdan çıxardım deyəcəksiniz və bunu həyatımdan çıxardandan sonra həyatınızda sözün əsl mənasında yeni bir yol alacaqsınız. Bəlkə məkanı dəyişəcəksiniz, bəlkə insanları, bəlkə həyatınızı. Amma bir yola çıxacaqsınız və həyatınızda artıq geridə buraxmağa bir şey qalmadı deyəcəksiniz. Geridə buraxılacaq şeylər də o bir səbəbdə limanı yakıb gedəcəm. Yəni, geridə buraxmalı bir şey qoymadan öz yolunuza gedəcəyiniz görsənir. Aha. Burada biraz nə var? Burada o var ki, çeçvik jezov. Burada baxın, bir şeyləri əldə etmək üçün siz danışacaqsınız. Kimlərləsə söhbət edəcəksiniz. Nəsə bir planlar quracaqsınız, fikirləriniz olacaq. Amma burada məsələ bilirsiniz nə var? Bəzən deyir, nələrdəsə özünü aldatdığın oldu mu? Baxın, qız oturub gəlinlik paltar tikir ki, evlənəcəm, amma bir bəy yoxdur. Yəni, özünü aldadır. Özünə və özünə xəyanət edirmi deyim, ruhunu aldadırmı deyim. Baxın, burada deyir, ən böyük qorxunuzla üz-üzə gələcəksiniz. Görürsünüz, oğlan özünə baxır. Öz qaranlığınızı görəcəksiniz bu dəfə. Hansı qaranlıqdır ki, siz onu qəbul eləmirsiniz? O sizin qaranlığınızdır, amma sizin qaçmalı olduğunuz bir şeydir. O sizsiz. O sizin həyatınızdır, o sizin keçmişinizdir. Siz ondan qaçmaq istəyirsiniz, siz onu unutmaq istəyirsiniz, siz onu buraxmaq, amma yox. Bu sizsiz. Bax, güzgüyə baxanda görəcəksiniz ki, burada qaçılması bir şey yoxdur. Bunu sevmək və qəbul etmək lazımdır. Öz qorxularınızla üzləşəcəksiniz və artıq öz qorxularınızla üzləşdikdən sonra həyatınızda belə bir dönəm olacaq ki, baxın, yenə də arxada yanğın var və siz gedirsiniz. Biraz ümumiyyətlə yanğınlarda mütləq ehtiyatlı olaq ikinci dəstə. Sanki bir şeylər siz geridə buraxırsınız. Bu məcazi mənanı qəbul edirik təbii ki, pis şeylər. Amma yenə də siz bu ərzdə yanğınlardan ehtiyatlı olun. Çünki baxın, burada da qızın evi yanır və o çıxıb gedir. Yəni bir şeylərdən artıq zərərli olan, ağrıdan şeylərdən ağlaya da olsa vaz keçəcəksiniz artıq burada və həyatınızda bir qərar aşamasına gələcəksiniz. Bir şeyləri, baxın, görürsünüz, qız uşağı buraxır. Çünki bir qərar verir və artıq deyir ki, səni qurtarmaq üçün səndən vaz keçməliyəm. Sanki bəzi şeylərdən vaz keçəcəksiniz və smert, baxın, ölüm var burada. Yəni, bir şeylər artıq həqiqətən sonlanır, məhv olur, dağılır və bunlar artıq bunun yaz sürəsi başlayacaq sizin üçün. Yəni, artıq bunu buraxacaqsınız. Bu birinci dəstədə də buna oxşar şeylər var idi. Baxın, smert, yəni siz artıq bəzi durumların artıq bu ana aid olmadığını başa düşəcəksiniz. Yəni, indi sizə lazım deyil artıq. Artıq bitməlidir. Artıq sonlanmalıdır. Artıq bir şeylər getməlidir. Və bunu bitimə baxın, ardıcıda gəlir dünya kartı. Bu sizin tamamlanmağınız üçün lazımdır. Yəni, tamamlayacaq sizi bu duyğu. Başa düşəcəksiniz ki, ilk öncə nəsə bitir. Məsələn, bugünə qədər fikirləşirdiniz ki, sizi yaşadan bu insandır, məsələn. Bu insan olmayanda da yaşaya bilərsiniz. Bunu başa düşəcəksiniz. Yəni, tamamlanacaq bir
insan deyil. Sizi kimsə tamamlamır. Nəsə tamamlamır. Siz özünüzü tamamlayırsınız və tamamlanma duyğusunu yaşayacaqsınız. Daha sonra burada karyera ilə bağlı, işlə bağlı uzaq məsafələr, hədəflər olacaq sizdə və bu hədəflərə çatmaq üçün sizi deyəcəklər, bax gəl biz bunları eləyək, bu işləri görək və siz uzaq yolculuqlara çıxacaqsınız, uzaq məsafələrə çıxacaqsınız. Burada sizə yardım edəcək dostlarınız, qohumlarınız, ailəniz olacaq. Övlad xəbərinə sevincləriniz olacaq sizin eyni zamanda və burada biraz belə bir şey olacaq. Kimin yanında olmalıyam, kimlə davam eləməliyəm, kimin sözünə qulaq asmalıyam. Belə bir önəmli ümumiyyətlə sizə burada bir şey deyim. Xəstə olanlarınız varsa sağalacaqsınız. Ondan sonra nə edim, necə edim deyəcəyiniz mövzulardan tapacaqsınız yolunu və çoxdan da artıq bir şeylər ertələyirsinizsə, bir şeylər tapa bilmirsinizsə, onların artıq yolunu tapacaqsınız. Yəni bu ay o açarı necə istifadə eləmək lazımdır, onu öyrənəcəksiniz. Son olaraq dekabr ayında nə olacaq? Baxaq, Atşeynik. Okay. Deməli, burada nə deyir? Burada deyir ki, bu ay ərzində, baxın, dərvişdir, görürsünüz. Ruhani bir dinlənmə, dincəlmə ayıdır sizin üçün. Ümumiyyətlə, Oxatan enerjisi özü ən ruhani və ən dərin bürclərdən biridir. Oxatanlar Tanrıya yaxın insanlardır və Oxatanlar ən çox Tanrı ilə baş-başa qalmalı olan bürclərdir. Və Oxatan ərəfəsində deyir, sənin həyatında özünlə nə qədər güclü olduğunu fərqinə varacağın bir dönəm olacaq. Yəni, fərqinə varacaqsan, nə qədər güclüsən, nə qədər dəyərlisən, nə qədər sözün keçir, nə qədər vacibsən, bunu anlayacaqsan. Və burada deyir, diqqətli olmalı olduğun məqam odur ki, bəzən bir xəyalın dalıyca getmək. Baxın, görürsünüz, qız gedir, ulduzların dalıyca gedir və baxmır ki, ulduz göydədir və ona heç vaxt çata bilməz. Yəni, biz başa düşdüksə bu kart. Bunu da izah eləmirəm. Bundan biraz çəkinməyə çalışın. Yəni, bu duruma düşməyin. Görürsünüz, ən son bunu dedi və kartlar bağlandı. Belə, dekabr ayında belə bir fikir verin ki, bütün dəstələrdə sonlanmalar ayıdır. Burada da kartı bölən kartda Azizədir. Baxın, görün, deyir ki, dərin bir aydır. Dərin bir ay. Sirli bir ay. Mistik bir ay. Simvolik olaraq çox dərin şeylər öyrənəcəksən. Kainatla çox dərin hisslər yaşayacaqsan. Gəlirəm 3-cü dəstəyə. Yenə də qeyd edirəm ki, 2026-cı ilin aylıq baxımı, yəni hər ay üçün aylıq baxım üçün qeydiyyatdan keçib dekabrın 20-sinə qədər yerinizə tuta bilərsiniz və hal-hazırda da ciddi endirimlər var. İstər taroya, istər başqa enerji terapiyalarına. Çünki dekabr ayında mən hər zaman 2026-cı ilə enerjinizin təmiz keçməsi üçün belə fürsətlər yaradıram. Niyyət edirəm bu kart dəstəsinə niyyət edən hər bir kəsə, niyyət edirəm bu kart dəstəsini seçən hər bir kəsə, niyyət edirəm bu kart dəstəsinin enerjisindən yaralanmaq istəyən hər bir kəsə. Dekabr ayında nələr olacaq? 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 Qılıç dörtlüsü, ası, yedlisi və qılıc üçlüsü. Deməli deyir, bir mövzu var sənin üçün və bu mövzuda çox maraqlıdır. Bir mövzu var deyir. Bu mövzunu uzadırsan, gözlədikcə gözləyirsən, özünü mü aldadırsan, qarşıdakını mı aldadırsan, eləcə bu mövzunun savaşı, bu rəqabəti, bu problemi deyir uzadırsan. Yəni, və hər dəfəsində deyirsən ki, mənə biraz vaxt lazımdır, mən indi qərar verəcəm, mən indi bir şey. Və davamlı bu şey davam edir. Və artıq deyir, baxın, bu dəstədə də birinci dəstəyə oxşar bir şey. Artıq bu dəfə bunun qərarını verməlisən. Bu məsələni həll eləməlisən. Bu durumdan çıxmalısan. Belə bir şey olacaq və xüsusilə də əmək verdiyiniz mövzular varsa əgər sizin, tutaq ki, nəyəsə pul tökmüsünüz, nəyəsə
pul xərcləmisiniz. Buradan pul qazanmağa başlayacaqsınız deyir. Yəni kainat da görür sizin əməllərinizi. Bunun qarşılığını sizə verəcək. Sadəcə bu ay ərzində qəlbinizi sıxan olaylar, üzən olaylar, fikirlər, düşüncələr ayın ilk vaxtlarında kafanızı belə allaq-bullaq eləyə bilər. Mən kimə inanım, hansı tərəfdə gedim, kimlə davam eləyim, kimlə siz kimin sözünə qulaq asım, mən nə istəyirəm, hara getmək istəyirəm, məqsədim nədir, fikrim nədir? Və fikirləriniz belə qarma-qarışıq olacaq. Özünüzü yorulacaqsınız, zehni olaraq yorğun bir şəkildə. Bəlkə də noyabr belə yaşadınız. Bəlkə də noyabr belə yaşadınız. Özünüzü yordunuz, fikirləşdiniz, düşündünüz, özünüzü yubatdınız. Bax, bu şəkildə bir enerjilə sanki dekabra girmirsiniz, dekabra bu cür girsiniz. Yaxşı, dekabrda bəs görək nələr olacaq. Elə hiss edirəm ki, siz nəsə noyabrdan da bu enerjida çıxmısınız. Yaxşı, dekabrda nə olacaq? Göstər mənə. Yıldız və tılsım dokusu. Maddiyyat, bolluq, bərəkət təkcə pulda deyil. Bolluq, bərəkət rahatlığımdadır. Bolluq, bərəkət huzurumdadır. Bolluq, bərəkət xoşbəxtliyimdədir. Bolluq, bərəkət özümü sevməyimdədir. Özümü qəbul etməyimdədir. Özümlə barışıq olmağımdadır. Bolluq, bərəkət mənim həyatımda buraxdığım, vaz keçib, rahatladığım məsələlərdədir deyib özünüzlə çox gözəl zamanlar keçirəcəksiniz. Zehninizlə, baxın, spirituallığınız da artacaq, zehniniz də aktivləşəcək. Hansı mesajın zehniniz olduğunu, hansı mesajın isə hissiniz olduğunu anlaya bilməyəcəksiniz. Yəni, bu mesajı mən alıram, bu hissi mən alıram. Spiritual və 6-cı hissi güclü olanlar mənim bu cümləni başa düşür. Bəzən həqiqətən də bilmirik ki, məndə də olur. Bu mesaj mənə yaradanın və kainatın, yoxsa mənim öz zehnimin mesajıdır. Bunu anlaya bilməyəcəksiniz və bunun bir qərarsızlığını yaşayacaqsınız. Və xüsusilə də deyərdim ki, bu durum, hansı ki bu ikiləmli durum biraz sizi belə hiss elətdirəcək. Çox rahatam, çox huzurluyam. Amma qorxmalıyam, amma bir şeylər yolunda getmirmi? İtirə də bilir. Narahatlıq olacaq sanki içinizdə, düzgün. İçinizdə bir, baxın, ərmiş və asan, içinizdə bir savaş gedir. Yəni, realda deyil bu savaş. Real həyatda deyil. Daxilinizdə bir savaş gedir. Bir tərəfiniz iç səsinizdir, 6-cı hissinizdir. Bir tərəfiniz o yuxularınızdır. Bir tərəfiniz zehninizdir. Bax, onlar orada dalaşacaqlar sanki. Və siz bilməyəcəksiniz ki, kimə qulaq asasınız. Bəzən ruhunuz deyəcək, sakit ol. Zehniniz deyəcək, hara sakit olursan. Daha sonra. Və burada deyir ki, həyatınızda artıq bəzi insan, durum və məkanlardan vaz keçib gedəcəyinizi görə bilirəm. Bu sizin taleyinizi yaxşı mənada dəyişdirəcək qərarlardır. Və bu qərar sizi hara aparır? Sevincə, başarıya, qeyd etməyə. Yəni, sanki evimdən köçmək istəyirəm deyənlər varsa, buradan başqa yerə getmək istəyirəm deyənlər varsa, gedəcəksiniz. Və burada deyir ki, sizin üçün baxın, bu ay ərzində mən demirəm hadisələr pisdir. Pis heç nə baş vermir. Amma ay kartı, tılsım dörtüsü, itirmə qorxularınızdır. Fikrinizdə olan mən şanssızam, mənim bəxtim yoxdur, mənim zehnim belə qarışıqdır, mənim qorxularınız. Ondan sonra getməliyəm, amma arxada da buraxıb getmək istəmirəm, çünki itirmək istəmirəm durumlarınız. Bunların hamısı sizin qarşınızda belə böyüyəcək, artacaq. Siz bunlarla bir uğraşacaqsınız. Real həyatda asa dörtlüsü deyir. Qeyd eləyəcəksən, sevinəcəksən, kupa şövalyesinə təkliflər alacaqsan, istədiyin arzuna çatacaqsan. Amma daxili aləmində ay və məhkəmə, içəridə bir savaş olacaq. İçəridə bir şeylər çözülməyə çalışır. Bir şeylər dağılmağa, təmizlənməyə çalışır. Sanki nəsəyə oxşuyur. Ev çox dağınıqdır. İndi bu evi təmizləmək lazımdır. Və siz evə təmizlikçi çağırmısınız. Bu təmizlikçi də içəri girir və görür ki, ev çox dağınıqdır. Bilmir nəyə hara qoysun. Və başlayır qaça, oradan ora. Bax, belə bir qarışıqlıq hiss eləyəcəksiniz və burada məhkəmə sürəci olanlar olacaqsa, məhkəməsi olanlar olacaq. Həqiqətən
məhkəmə ilə bağlı bir bəydən fikirlər olacaqsınız və yaxud da bir bəylə çox açıq danışıqlar eləməli olacaqsınız. Bəzən məntiqiniz, bəzən isə iç səsinizə qulaq asmalısınız, amma harda onları ayıra bilmirsiniz, bunu başa düşəcəksiniz. Burada deyir ki, maddi durumla bağlı, maddi rahatlıqla bağlı bir tamamlanma, bir əndişənin sonlanması olacaq. Burada bir barış, evlənmək üçün danışıqlar, bir şeyləri tamamlamaq, dünya və kupa üçlüsü. Yəni məsələn toya getmək ola bilər və yaxud da nəsə bir şeyi tamamladıq, düzəltdik, qeyd eləyək ya bunu həll elədik enerjisində sizin qeyd etmələriniz ola bilər. Özünüzü çox ruhani və rahat və sakit hiss edəcəksiniz bu mövzu ilə bağlı. Və deyir ki, bu ay ərzində maddiyyatla bağlı bir sıxıntı, bəzən pul itkisi gələ bilər, bir şeylər gedə bilər, çıxarlar arta bilər. Amma qorxma, gələcəkdə, yəni qorxma pulu xərcləməkdən, pulun getməsindən. Davamlı belə olacaq. Gedəcək və yerinə gələcək. Gedəcək və yerinə gələcək. Bunu bir rahat şəkildə artıq qəbul eləməyi öyrən ki, bu xərclənəcək bir şeydir. Yəni bu gedəcək bir şeydir, yerinə gələcək bir şeydir. Və baxın, görün nə gözəl sizə. Allahın əli uzanır, Yaradanın əli uzanır. Burada çoxlu ideyalar olaraq gələ bilər, insan olaraq gələ bilər, tanışlıqlar olaraq gələ bilər və tılsım. Və burada deyir ki, bir bəylə işbirliyi qura bilərsiniz, bir bəylə böyük hədəflər qura bilərsiniz, bir bəylə böyük şərikli bir iş qura bilərsiniz, maşın ala bilərsiniz, maşın sata bilərsiniz, nəsə belə bir iş birliklərinə girə bilərsiniz. Xarici ölkə səyahətlər və başqa yerlərə gedişlər burada var, əzizlərim. Xüsusilə də münasibətlərdə dəngə, münasibətlərdə barış, münasibətlərdə istədiyi harmoniyanı ciklər demişkən yakalama, bir özünü balansda hiss eləmə. Bu ay dəngə və aşiqlər var. Yəni hər şey gözümü oxşasın, hər şey könlümü oxşasın, xoşuma gəlsin, evimdə səliqə olsun, üstümdə səliqə olsun, görünüşümdə səliqə olsun, sevgimdə səliqə. Hər şeyi bir səliqəyə salma istəyiniz olacaq. Hər şeyi yerinə düzənləmə istəyiniz olacaq. Bu cürdə düzənləyəcəksiniz həyatınızda. Bütün o qarışıqlıqları deyəcəksiniz, mənim gözüm gözəllik görmək istəyir. Hər şeyi sakitləşdirmək istəyəcəksiniz. Kupa beşisi ölüm, kule və həyatınızda artıq ayın 13-16 tarixlərində artıq deyəcəksiniz ki, tamam. Bəzi şeylər alınmadı, bəzi şeylər olmadı, bəlkə də alınardı biraz da, amma vaz keçirəm. Bitişini qəbul edirəm, yoxluğunu qəbul edirəm və həyatımdan çıxardıram. Baxın, görürsünüz, 3 kartın 3-ündə də bu ölüm və kule birlikdə gəldi. Ölüm sadəcə tək gələndə biz deyirik ki, bəzi şeylər bitməlidir, sonlanmalıdır. Amma kule də gəlirsə, bu bitiş qaçınılmazdır artıq. Yəni biri var ki, siz bir şey sonlandırmalısınız və bunu qəbul eləsəz, ölümü qəbul eləsəz, sonra günəş çıxır hər zaman. Yəni sonra daha gözəl bir həyat gəlir. Amma ölümü qəbul etməsəz, yenə keçmişə qayıdıb eyni şeylə təkrar yaşarsınız. Bu dəfə isə ölüm və kule gəldi və 3 dəstənin 3-ündə də bu şəkildə gəldi. Yəni bu dəfə bitişlər qaçınılmazdır. Sonlanmalar qaçınılmazdır. Həyatından bitirməli gərəkdiyini bitirəcəksən. Və burada deyir artıq tılsım uşağı. Yeni bir fürsət, yeni bir yol, yeni bir başlanğıc, yeni bir bacarıq, yeni insan, yeni hər şey bu, yeni bir şeylər gəlir artıq və sən artıq bununla qaça bilməzsən. Və son olaraq dekabr ayını. Dekabr ayında küslərin barışacağı var, duygusal addımlar var və yeni, təzə insan həyatınıza alacaqsınız. Bunu yaşayandan sonra təzə başlanğıc var. Joker və kupası, hamiləlik var. Ondan sonra küslərin barışması var. Gözlədiyiniz bir mesaj, zəng, barışıq istəyi var. Küsənlərin, ailə içərisində soyuyanların yenidən isinişməyi var. Birindən xəbər gözləyirsiniz, gəlsədir. Gələcək, istədiyiniz kimi gələcək. Yəni, baxın, hadisələrdə heç nə yoxdur.
Sadəcə baxın, kartı belə asılmış oturub. Özünü qurban elan eləməyi dayandır deyəcək. Yəni yetər artıq özünü qurban eləməyi elədin. Niyə belə oldu? Həyatım niyə belə getdi? Burada düz getmədi. Bu səhvdir. Bunu deyir, dayandır artıq. Yəni həyatına bir çəki düzən verməyə məcbur eləyəcək. Gördüyünüz kimi dekabr ayı biraz daha öyrədici bir aydır. Çünki hər üç dəstədə mən demək olar ki, eyni, oxşar enerjiləri gördüm, hiss elədim. Belə əzizlərim, fikirlərinizi yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Hər birinizi çox sevirəm.